Deməli, Afrikada bir rəqəmi ilə göstərilən ucqar nöqtə Rasefun. Ras-Səhfun burnu hansı ölkədə yerləşir? Somali. Efiopiya. Ras-Səhfun. Somalidir, düzdür. İki rəqəmi ilə göstərilən ucqar nöqtə İğneburnu. İğneburnu. hansı ölkə? Cənub Car. Sarı deyəcəyik. Sonra 4 rəqəmi ilə göstərilən Almaty. ölkə. Eyni adlı çay, burada çay da var, ovalık da var, ölkə də var. Senegal Senegal. olacaq. Sonra ucqar, 3 rəqəmi ilə göstərilən ucqar nöqtə Benseka. Bensekadır, düzdür. Hansı ölkə? Tunis. Tunis dövləti. Əla. Sonra Afrika neçə yarımkürədə yerləşir? 4. 4 yarımkürədə yerləşir. Afrikanın böyük hissəsi şimal yoxsa cənub yarımkürəsində yerləşir? Şimal. Şimal. Afrikanın düzdür. Afrikanın böyük hissəsi şərq yoxsa qərb yarımkürəsində yerləşir? Şərq. Şərq yarımkürəsində yerləşir ifadəsi doğrudur. Bir rəqəm ilə göstərilən dağ sistemi. Atlas. Yaşına görə Atlas dağları qədim yoxsa cavan? Cavan. Cavan dağlar. Neçə ölkə ərazisində yerləşir? 3. 3. Mərakeş, rəqəmli Ədəbiyyat, ölkə. Tunis. 2. Əlcəzair. 3. 3. Tunis. Tunis. 3 ölkə ərazisində yerləşir. Yerləşdiyi ölkələrdən biri 3 yarımkürədə yerləşir. Əlcəzair. Düzdür. Dağ sistemi özü də 3 yarımkürədə yerləşir ifadəsi Doğrudur. doğrudur. Hansı təbii ehtiyatlarla zəngindir? Fosforit. Fosforit. Hamı aktiv olsun, çox xahiş edirəm. Mən burada eşidirəm kimlər cavab verir, kimlər cavab vermir. Ona görə istəyirəm ki, hər kəs cavab versin. Afrikanın şimalında yerləşən bir sıra şahid dağlar mövcuddur. Darfur. Darfur. Bunlar nəyin nəticəsində yaranıb? Akkumulyasiya yoxsa denudasiya? Akkumulyasiya. Yayladırsa, təbii ki, denudasiyadır. Denudasiya parçalanma, akkumulyasiya isə toplanmadır. Deməli, bu ərazimiz necə adlanır? Böyük səhra. Aşınmanın hansı növ intensivdir? Fiziki aşınma. Eksogen relyef formalarından burada nələrə rast gəlinir? Geniş rast gəlinir səhralarda. Bəli, barxanlar, düyünlər, şahid dağlar, deflyasyon, çökəkliklər. Sonra materikin ən hündür nöqtəsi. Kilimanjaro vulkanı. Vulkan nə qədərdir? 5895. 5895. Hansı yarımkürədə yerləşir? 3 yarımkürədə yerləşir. Yo. Ekvatordan cənubda Cənubda. yerləşir. Hansı yayla üzərində yerləşir? Yaxşı. Şərqi Afrika. Şərqi Afrika yaylası düzdür. 2 rəqəm ilə göstərilən yayla. Etiopiya. Bir rəqəm ilə göstərilən dəniz. Qırmızı dəniz. Qırmızı dəniz nəyinə görə fərqlənir? Duzluluğuna görə. Neçə promil? 42. Dünyanın ən duzlu dənizi düzdür. Qırmızı dəniz sahəsi genişlənir yoxsa kiçilir? Genişlənir. Səbəbi nədir genişlənmənin səbəbi? Sığmaz. Somali ayrılır və Ərəbistan Afrikadan uzaqlaşır. Daha sürətli uzaqlaşır deyə böyüyür. Sonra 3 rəqəm ilə göstərilən boğaz. Ədəb. Bab əl-Məndəb. 4 rəqəm ilə göstərilən körfəz. Ədən. Sonra 5 rəqəm ilə göstərilən boğaz. Cəbəl Tariq. 6 rəqəm ilə göstərilən kanal. Bəli. Afrikada hansı ölkə 2 qitədə, 2 materikdə yerləşir? Misir dövləti tamamilə doğrudur. Sonra Afrika neçə işıqlanma qurşağında yerləşir? 3 işıqlanma qurşağında yerləşir. Tropiklər arası tropik qurşaq, şimal mülayim və cənub mülayim. Deməli, A nöqtəsi şimal mülayimdə, B nöqtəsi tropikdə, C nöqtəsi isə cənub mülayimdə. Yəni, 3 dənə qurşaqda yerləşir. Afrika günəşin il ərzində hər gün zenitdə olduğu yeganə materikdir. Bu doğru ifadədir. Yadda saxlayarsınız. Hər gün zenitdə olur. 5 rəqəm ilə göstərilən körfəz. Neçə yarımkürədə yerləşir Qivnə körfəz? 4. Allah. 6 rəqəm ilə göstərilən boğaz. Mozambik. Mozambik dünyanın ən uzun boğazıdır.
Ən enli Drake'dir. Sonra burada 7 rəqəmi ilə göstərilən dağ sistemi. Əjdaha. Əjdaha. Yaşına görə Qədim. Qədim. 8 rəqəmi ilə göstərilən Kap. Kaptağı. qap. 9 rəqəmi ilə göstərilən səhra. Namib. Burada hansı soyuq cərəyanın təsiri ilə yaranır Namib səhrası? Bencil Dəryanı. Bengel. Əla. Bengel. Sonra mərkəzi hissədə yerləşən səhra. Kongo. Kalahari. 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 Dünyanın ən qalın qumla örtülü səhrasıdır. Sonra 10 rəqəmi ilə göstərilən yarımada. Somali. 11 rəqəmi ilə göstərilən yayla. Etiyopya. Efyop. 12 rəqəmi ilə göstərilən vulkan. Kamerun vulkanı. Adamawa Kamerun. dağlarında Kamerun vulkanı. Kamerun. Bir də Afrikanın ən yağıntılı məntəqəsi məhz Kamerun dağlarındadır. Sonra 9 rəqəmi ilə göstərilən, daha doğrusu 13 rəqəmi ilə göstərilən Seneqal ovalığı. Bəli, buradan axan çay Senegal. Seneqal. Sonra 14 rəqəmi ilə göstərilən göl. Çad gölü. Çad gölünə tökülən çay. Çari. Çari. Şarli. Sonra 15 rəqəmi ilə göstərilən göl. Victoria. Victoria. Viktoriya. Neçə yarımkürədə yerləşir? 3. Ekvator kəstinə görə 3. Grabendə yerləşir ifadəsi düzdür? Yox. Yanlış. Yanlışdır. Grabendə yerləşən göllər hansılar idi? Tanganyika. Tanganyika, Nyasa və Rudolf. Rudolf gölləri yerləşirdi. Düzdür. Sonra 16 rəqəmi ilə göstərilən çay. Kongo. Kongo. Kongo çayı. Suvarmada geniş istifadə edilir ifadəsi doğrudur yoxsa səhvdir? Doğrudur. Doğru. Səhvdir. Çünki ekvatorial iqlimdir. Burada rütubət onsuz da çoxdur. Rütubət çox, yağıntı çox. İl boyu yağıntı yağırsa suvarmadan istifadə etmə. Həm də ki, ətrafı bataqlıqdır deyə çəkinçilik inkişaf etdirilə bilmir. Sonra bu çayımızın adı nədir? Niger. Niger. Niger çayı. Bəs bu çayın adı nədir? Oranj. Oranj çayı. Digər adı ilə Narıncı. narıncı çayı. Materikin ən uzun çayı. Nil. Nil çayı. Nil çayının 2 dənə qolu var. Biri Mavi tam və Ağrı. Mavi Nil hardan başlayır? Efiopiya. Etiyopyadan. Ağ Nil Victoria gölündən. Viktoriya Viktoriya gölündən tökülür. başlayır deyə bilərik. Məncə Afrika ilə bağlı kifayət edər. Afrikada fəaliyyətdə olan vulkanlar və sönmüş vulkanların olduğunu da gördünüz. Keçək Avstraliya materiki ilə bağlı sual cavab edər. Bir rəqəm ilə göstərilən ucqar nöqtə. Yox. 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 2. Byron. Byron. Bilməyən şagirdlərimiz mütləq təkrar eləsinlər ki, dilləri yatsın. Səsi açmayan şagirdlərimiz var. Onlar özləri üçün mütləq şəkildə, əgər bilməsə, təkrar etsin ki, dilləri uyğunlaşsın. 3 rəqəm ilə göstərilən. Cənub-şərq. Düzdür. 4 rəqəm ilə göstərilən. Steep Point. Steep Point. Qərb ucqar nöqtəsidir. Bunlardan neçəsində günəş zenitdə ola bilər? İkisində. Yalnız birində. York burnunda. 2, 4 və 3-cüdə ola bilməz. Yaxşı, yalnız Yorkda ola bilər. Avstraliya neçə işıqlanma qurşağında yerləşir? 2. A məntəqəsi hansı işıqlanma qurşağıdır? Tropik. Tropiklər arası tropikdir. B isə cənub mülayim olacaq. Düzdür. Materikin ən hündür zirvəsi Kosciuszkodur. Hündürlüyü 2208. 2228 metr. Hansı dağ sistemində yerləşir? Böyük Böyük Sarıcı. Böyük su ayrıcı. Yaşına görə necə dağlardır? Qədim. Qədim dağlar hansı qırşılıqda yaranıb? Kaledon. Kalidan Hersin, Paleozoy erasında. Sonra bir rəqəm ilə göstərilən yarımada, ada daha doğrusu ada. Tasmaniya. 2 rəqəm ilə göstərilən boğaz. Pasboğazı. Boğazı. 3 rəqəm ilə göstərilən boğaz. Torres. 4 rəqəm ilə göstərilən yarımada. Yox. Cape York. Bu Cape York yarımadasında hansı təbii ehtiyac zəngindir? Boksit.
Boks, dünyanın ən böyük boks tahsilatı regionudur. Düzdür. 5 rəqəmi ilə göstərilən dəniz. Mercan Deniz. Mercan. 6. Fidli. Tasman. 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 Düzdür. 7. Arafu. 8. Timor. Timor Timor Deniz. dənizidir. 9 rəqəmi ilə göstərilən körfəz. Böyük Avustralya çölü. Allah. Burada 10 rəqəmi ilə göstərilən göl. Eğir. Eğer gölü materikin ən alçaq nöqtəsidir. Düzdür. Doğru. Eğer gölündə günəş zenitdə ola bilərmi? Hayır. Ola bilməz. Yəni mülayim şıllama qurşağında yerləşir. Bir rəqəmi ilə göstərilən çay. Darling. Darling. Darling çayı. 2 rəqəmi ilə göstərilən çay. Murray. Murray çayı hesab ediləcək. Düzdür. Bu hissədə yerləşən ovalıq. Mercan. Mərkəzi ovalıq. Düzdür. Burada yerləşən ovalıq. Nallabor. Nallabor. Nallar bordu düzənliyidir. Düzdür. Burada yerləşən səhra. Victoria. Böyük Viktoriya. Burada yerləşən Gomuz. böyük qumlu. Qumlu Bəli, Hipson, Sipson səhrələri də mövcud, amma dərslik səviyyəsində onlara ehtiyac yoxdur. Sonra qərb hissədə yerləşən Qərbi Qərbi Avustralya. qərb hissədə Avstraliya arası. Burada qızıl yatağı yerləşir. Kimin yadında qalıbsa, ona əhsən düşəcək. Super. Pit qızıl mədəni var. Heç kim tapa bilmədi. Deməli, Qərbi Avstraliyada qızıl ehtiyatları və dəmir ehtiyatları zəngindir ifadəsi. Doğrudur. Doğru olacaq. Sonra bu yarımadamızın adı nədir? Bir rəqəm ilə göstərilən yarımada. Anlamadım. Arnhem yarımadası. Sonra Avstraliyanın mərkəzində qırmızı qumlarla örtülü relyef forması necə adlanırdı? Özünə məxsus relyef forması. Qobustan qayaları ilə də oxşadırdıq. Uluru masivi. Bəli, Uluru masivi, Eris, Rock da deyirdik. Sonra gələk son olaraq Cənubi Amerika materikinə. Materikin ucqar nöqtəsi 1. Galina. Qalinas hansı ölkə? Kolombiya. Colorado. Kolumbiya. Kristofor Kolumbun adı ilə adlandırılan ölkə. 2. Cabo Branco. Cabo Branco hansı ölkə? Brezilya. Braziliya. Sonra 3 rəqəmi. Freud burnu hansı ölkə? Çili. Sonra 4 rəqəmi ilə göstərilir. Parniyas ölkə? Peru. Peru. Əla. Cənubi Amerika neçə yarımkürədə yerləşir? 2. 3. Şimal, cənub, qərb. Neçə işıqlanma qurşağında yerləşir? 2. A nöqtəsi hansı işıqlanma? Tropik. Tropik. B nöqtəsi isə Cənub mülayim. cənub mülayimdə. Əla. Sonra materikin şimal hissəsində yerləşən dəniz. Karib Denizi. Karib dənizi. Karib dənizini Sakit Okeanla əlaqələndirən Panama. kanal, Panama. Panama kanalı. Düzdür. 2 rəqəmi ilə göstərilən körfəz. La Plata körfəzi, qəşəng. 3 rəqəmi ilə göstərilən boğaz. Ən enli boğazdır. Drake. Drake. 4 rəqəmi ilə göstərilən Magellan. Magellan boğazdır. Əla. 5 rəqəmi ilə göstərilən ada. Odlu torpaq. 6 rəqəmi ilə göstərilən Falkland. Falkland, bir də Malvin. İkisi də doğrudur. Sonra 7 rəqəmi ilə göstərilən okean novu. Peru. 8 rəqəmi ilə yox, 7 Peru deyil axı. Chile. Chili, 8 Peru. Peru. Bu novlar hansı tavaların sərhədində yerləşir? Nazca və Nasıl Cənub. sınır qırpı? Cənubi Amerika. Bunların toqquşması nəticəsində yaranan dağ sistemi Antava. Ant dağları. Əla. Ant dağlarında hansı təbii ehtiyat zəngindir? Mis ehtiyatları. Mis ehtiyatlarına görə xüsusən 2 ölkə A ölkəsi və Peru B və ölkəsi. Çili. Bəli, Peru və Peru və Çili. Çili. Bir də qala ehtiyatları da var idi. Harda? Hindsin yarımadası. Boliviyada. Hindsin yarımadası dünyanın bir nömrəli qalaydı, amma Ant dağlarında var idi. Ant dağlarının ən hündür zirvəsi həm də materikin ən hündür zirvəsidir. Aconcagua. Nə qədər hündürlüyü? 6900. Burada bir sıra vulkanlar da mövcuddur. Bilirsiniz ki, Kolumbiyada hansı vulkan var? Ruiz.
Ruiz. Sonra Ekvadorda Cotopaxi. Cotopaxi və Simboras. sönmüş Çimbarosu. Sonra Çilidə San San Pedro. Pedro. San Pedro. Bir də Argentina sərhədində Liu. Liuayco vulkanı yerləşəcək. Belə. Sonra bir rəqəmi ilə göstərilən yayla. Giviana yayla. Əla. 2 rəqəmi ilə Orinoco. Orinoco. ovalığı. Orinoco ovalığına axan çay Orinoco. və burada yerləşən göl Maracaibo. Maracaibo. hansı ölkə? Venezuela. 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 Əla. Mexico. Burada yerləşən çay və çay ovalığı Amazon. Amazon. Brezilya. Amazon çayı və Amazon ovalığı. Burada yerləşən Brezilya. Brezilya yayla. əla. Burada yerləşən ovalığımız La Plata. La Plata. La Plata'dan axan çay Paraná. Parana çayı. Uruguay çayı da düzdür keçir buradan. Hansı yayladan başlayır? Öz başlanğıcını hardan götürür? Parana çayı. Brezilya yaylasından. Braziliya yaylası düzdür. Burada yerləşən deməli yayla Patagonya. Patagonya yaylası olacaq. Düzdür. Belə. Afrikanı elədik, Cənubi Amerikanı elədik, Avstraliyanı elədik, düzdürmü? Ben. Yaxşı. Şimal materiklərini də ötən dərsimizdə eləmişdik. Bir daha